Nəsillərin yaddaşında silinməz iz buraxaraq yaşayır. Heydər Əliyev 20-ci əsrin ikinci yarısında Azərbaycan xalqının taleyini dəyişdirən, onu tarixi səhnəsində yenidən dirçəldən nadir fenomen şəxsiyyətidir. O, Azərbaycanın bir ideya ətrafında birləşdirərək dövlətçiliyimizi qorudu, milli kimliyimizi, dilimizi, mədəniyyətimizi və azadlığımızı gələcək nəsillərə miras qoydu. Bugün müstəqil Azərbaycan dövləti, onun uzaq görən siyasətinin, dəmir iradəsinin və dərin dövlətçilik zəkasının canlı nəticəsidir. Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına xidmətə həsr etdi. O, istər Sovet dövründə, istərsə də müstəqillik illərində xalqımızın inkişafı, rifahı və gələcəyə naminə fədakarcasına gecə-gündüz çalışdı. 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı andan etibarən ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında dönüş nöqtəsi yaratdı. Sənaye, təhsil, kənd təsərrüfatı, eləcə də milli kadrların hazırlanması sahəsində atdığı addımlar o dövrdə Azərbaycanın ittifaq miqyasında qabaqcıl respublikalardan birinə çevrildi. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələrinin yeni binalarının inşası həyata keçirildi. Kadrların hazırlanmasına xüsusi önəm verildi. Bu məndən əvvəl də qeyd olundu, 800-ə yaxın Azərbaycanda məktəb inşa olundu. Ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı isə 70 mindən 100 minə qədər artdı. O illərdə Azərbaycan əldə etdiyi mühüm tarixi nailiyyətlərin biri də Azərbaycan xalqının uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının həyata keçirilməsi və burada qeyd olunduğu kimi o dövrdə 170 qabaqcıl ali təhsil ocağından 15 minə yaxın Azərbaycanlı təhsil almaq üçün göndərildi. Hər il 800-ə yaxın tələbə bu məqsədlə MDR-nin o ki, keçmiş Sovet Respublikasının müxtəlif universitetlərinə təhsil almaq üçün göndərilirdi. Heydər Əliyevin böyük xidmətlərindən biri də əsrin müqaviləsinin imzalanması və Azərbaycan iqtisadiyyatının yeni bir mərhələyə daxil olması idi. O öndər bilirdi ki, hər bir xalqın inkişafı onun təhsilə verdiyi dəyərdən asılıdır. O, Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə yenidən təhsil məsələsinə xüsusi önəm verdi. 98-ci ilin martında Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı və beləliklə Azərbaycan təhsili yeni bir mərhələyə daxil oldu